Mən Hacı Şahinə yeni baxmağa başlamışam. Həmişə yoldaşım buna baxanda deyirdim, onu söndər, yəni ətin tökülük insanlar necə buna baxa bilərlər. İndi baxıram, adam əməlli başlı sizə psixoloqluq eləyirmiş. Mən dindən danışanda məni gəlib asıb kəsirsiniz ki, siz vilayətçi deyilsiniz. Və yaxşısı niyə ona demirdiniz ki, sən psixoloq deyilsən. Nə qədər yanlış göstərişləri var insanlara, nə qədər yanlış məsləhətlər verir. Axtarsan heç bir sosioloq yoxmayıb, psixoloq yoxmayıb. Amma özündə ixtiyar verir insan münasibətlərinə dair göstəriş verməyə. Deyirəm, həqiqətən dünya dağılacaq. Gör kim kimə lağ eləyir. Ümumiyyətlə Hacı Şahin Həsənlinin istər moizələrindən, istər 3 dəqiqəlik qısa söhbətlərindən nə qədər qardaşlarımız doğru yolu tutdu, düzgün yolu tutdu. Amma mən inanmıram, sən bir psixoloq kimi kimlənsə 40 saat konsultasiya eləsən belə, 3 saat psixoloji təsir eləsən, hətta yerə yıxsan belə inanmıram ki, kimsə düzgün istiqamət götürür. Ümumiyyətlə Hacı Şahin Həsənli ölkəmizdə yetərincə sevilən adamdır. Ümumiyyətlə bu ölkəmizdə İslami dəyərlər qorunur. Amma sən gündəmə gəlmək üçün yəni düzgün adamını seçməlisən. Yəni Hacı Şahin Həsənli ilə sən özünü müqayisə eləməyin həqiqətən bu bir faciədir.